Google'un 100 dollara yeni bir qolbağı çıxıb və təbii ki, ağıllı qolbaqdır. Gəlin bir yerdə açaq və özəlliklərinə baxaq. Bu arada demək olar ki, qolunuzda hiss eləmirsiniz, çünki toplam çəkisi 12 qramdır. Hətta 50 metrə qədər də su keçirmir. Bu qədər balaca olmasına baxmayın, yəni nə qəşəngdir. Gördüyü işlər yetərincə çoxdur. Ürək döyüntüsü, qandakı oksigen, yuxu fazaları, kalori hesablaması, fitness falan, yəni düşünə biləcəyiniz hər şey var. Orada həqiqətən çox balacadır, çox. Yəni çəkisi yoxdur, yəni belə havaya atsam göydə uçacaq o dərəcədə. Barmağım qədər olan bu balaca şeydir sizin hər şeyinizi ölçən. Bateriyası bir həftə gedir. Bir həftədən sonra da bateriyası bitdi, sizə təcili lazımdır. 5 dəqiqəlik şarjla bir gün idarə eləmək olur. Mən əslində ən çox bəyəndiyim şeylərdən biri alarm kimi istifadə eləmək olur. Yəni bu balaca bir şey. 7-yə alarm qurmusunuz. İstəsəz siz tam 7-də yox, yuxu fazanıza görə sizin oyadılmalı olduğunuz ən uyğun vaxtda oyadır ki, yəni gümrah oyanasınız da. Yəni taxanda belə taxdığınız üçün ağıllı bir qolbaq kimi görünmür. Yəni ümumiyyətlə bu qolbağı istifadə eləyə-eləyə sizə öyrəşir. Yəni məsələn bir həftə 10 gün istifadə elədiniz. Ediniz məşqləri, nə qədər kalori yandırmalı olduğunuzu, hətta məşqə başlayanda nə məşq elədiyinizi belə təxmin eləyir. Sonra proqramdan əslində səhv olsa falan dəyişiklik eləyə bilirsiniz. Proqramda Google Health-dir. 100 dollara məncə mükəmməl bir şeydir.